Şuşa uğrunda döyüşmüş 10 mindən çox əskər və zabitimiz Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamına əsasən Şuşanın azad olunmasına görə medalı ilə təltif olunub. Həmin medalların dizaynını əməkdar rəssam Natiq Fərəcullazadə hazırlayıb. O həm də digər şəhər və rayonlarımızın azad olunmasına görə ərsəyə gəlmiş medallar üzərində çalışıb. Natiq bəyin gördüyü işlər arasında Qarabağ və Rəşadət ordenlərdə də rast gəlmək olar. Yəqin ki, yadınızdadır. 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qrozny reysini yerinə yetirən təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması zamanı fədakarlıq göstərdiklərinə görə Stüard Zülfiqar Əsədov və Stüardessa Aydan Rəhimli də məhz həmin Rəşadət ordeni ilə təltif ediliblər. Natiq Fərəcullazadə paytaxtımızda baş tutmuş ilk Avropa oyunları üçün hazırlanmış xatirə medallarını da dizayn edib. Əməkdar rəssam barədə danışarkən onun ərsəyə gətirdiyi tablolar haqqında da söz açmalıyıq. Natiq Fərəcullazadə Azərbaycan tarixinə aid bir sıra əsərlər üzərində çalışıb. Türkmənçay, Qanlı Yanvar, Şah İsmail Xətai, Xudafərin kimi tablolar bu qəbildəndir. Qanlı Yanvar əsəri barədə danışan sənətşünas Ziyadxan Əliyev dünya şöhrətli İspan rəssam Pablo Picasso-nun məşhur Gernika tablosunu xatırlayır. Həmin əsərlər stil baxımından bənzədiyi kimi mövzu cəhətdən də eynilik təşkil edir. Natiq Fərəcullazadə təkcə Azərbaycanda deyil, Türkiyədə də çalışıb. Məsələn, o Ankarada Disney Qəhrəmanları Parkı üçün maraqlı bədii kompozisiyalar yaradıb. Sözü gedən park 2003-cü ildə açılıb.